Paytaxtda 40 gündür axtarışda olan şəxsin meyti aşkarlanıb. İlkin ehtimallara görə 53 yaşlı Hadiyev Fuad Həsənoğlu sonuncu dəfə toydan çıxarkən görülüb. İçkili şəxs evinin yolunu səhv saldığından yarıtikiliyə daxil olaraq şaxtaya yıxılıb. Daha sonra olanlar haqda şəhər müxbirimiz Sərxan Kamalı danışacaq. Hadisə Nizami rayonu Elşən Süleymanov və Bəhruz Nuriyev küçələrinin kəsişməsindəki yarımçıq tikilidə qeydə alınıb. Nizami rayon polis idarəsinə tikintinin lift boşluğundan kəskin qoxunun gəlməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə yollanan polis əməkdaşları liftin boşluğunda meyit aşkarlayıb. Meyti götürmək mümkün olmadığından Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə müraciət edilib və dərhal hadisə yerinə Nazirliyin xüsusi riskli xilas etmə xidmətinin əməkdaşları yollanıb. Liftin şaxtasındakı meyit xüsusi alət və avadanlıqların köməyi ilə çıxarılaraq aidiyyət üzrə təhvil verilib. Hadisə yerinə gələn Nizami rayon prokurorluğunun əməkdaşları araşdırmalara başlayıb. Üzərindən aşkar olunan mobil telefon vasitəsilə tapılan meyitin bu ilin sentyabr ayından axtarışda olan 53 yaşlı Hadiyev Fuad Həsənoğluna məxsus olduğu dəqiqləşdirilib. O, Qaya Mətbuat Yayımının marketinq şöbəsinin müdür müavini vəzifəsində çalışırmış. Sonuncu dəfə sentyabrın 19-da Nizami rayonu ərazisindəki Şadlıq saraylarının birində toy məclisində iştirak edib. Məclisi tərk edəndən sonra isə yaşadığı Nəsimi rayonundakı evinə qayıtmayıb. Yaxınları onu güman etdikləri bütün ünvanlarda axtarıb. Lakin Fuad Hadiyevi gördüm deyən olmayıb. Bundan sonra onun yaxınları polisə üz tutub. Nizami rayon polis idarəsinin əməkdaşlarının da axtarışları nəticə verməyib. Fuad Hadiyev itkin düşəndən bir gün sonra yaxınları ilə əlaqə saxlaya bilib. Yıxıldığını və vəziyyətinin ağır olduğunu deyən Fuadın bundan sonra telefonu sönüb. Yerini, harada olduğunu öyrənmə mümkün olmayıb. Ehtimal olunur ki, o həmin lift şaxtasına sərxoş halda yıxılıb. Faktla bağlı Nizami rayon prokurorluğunda istintaq araşdırmalar aparılır.